İkinci Qarabağ müharibəsindən sonra milli mənəvi dəyərlərin və ailə institutlarının dağıdılması istiqamətində sistemli proses başlayıb. Ailə dəyərlərinə qarşı həyata keçirilən total hücumlar o həddə çatıb ki, proses qarşısı alınmaz hal alıb. Acınacaqlısı odur ki, bu hücumlara qarşı mübarizə aparan heç bir plan, konsepsiya və strategiya da hazırlanmayıb. Narkotik maddələrin dövriyyəsi, işsizlik, rüşvət və korrupsiyanın cəmiyyətdə yaratdığı sosial fəlakətlər, ucuz həyat tərzinin və asan yolla varlanmağın təbliği prosesi ailə dəyərlərinin fundamental bazalarını da tamamilə məhv etməkdədir. Bəs indi hansı qərar qəbul ediblər? Belə ki, Milli Məclisin dünənki iclasında yeni maddə müzakirəyə çıxarılıb. Bu maddəyə əsasən tərbiyə məqsədi ilə uşağa fiziki və psixoloji cəza tətbiq edən valideynlər və müəllimlər 200 manat cərimələnəcək. Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib. Bu qərar İlk baxışdan belə bir təsəvvür yaradır ki, güya əsas məqsəd uşaqların toxunulmazlığını təmin etmək, ailə və məktəblərdə qorxuya əsaslanan tərbiyə üsulundan uzaqlaşmaqdır. Birincisi və əslində bu qərar böyüksüzlüyü, valideynlərə və müəllimlərə itaətsizliyi təşviq etmək məqsədi ilə qəbul edilib. Bu barədə uzun-uzadı şərhə də ehtiyac yoxdur. İkincisi, hökumət və deputatlar uşaqların qayğısına qalmaq istəyirlərsə, İlk olaraq onlara uşaq pulu verilməsini təmin etsinlər. Hazırda günlərlə, aylarla ət yeməyən körpələr var, müəllimini güllələyən və hələ də sərbəst qalan bir şagirdin yaşadığı cəmiyyətdə belə bir qanunun qəbul edilməsi xalqa təhqirdir. Əgər əsas məqsəd neft-qaz sektorundan sonra ölkədə cərimə sektorunun da formalaşmasına töhfə verməkdirsə, bunu da millətin əxlaqı üzərində həyata keçirmək rüsvayçılıqdır. Tutaq ki, narkotik maddədən yeni istifadəyə başlayan övladının qolundan tutub az-acıq sıxmalı olursan, bu olacaq fiziki təzyiq. Yaxud bir balaca üstünə qışqırmalı olsan, bu da olacaq psixoloji təzyiq. Uşaq da səndən şikayət etsə, cərimə ödəməli olacaqsan. Bir sözlə, hər kəs öz evində suka böyütməyə məcbur olacaq. Diqqət ediriksə, xristian dəyərləri ilə yaşayan qonşu ölkələrdə uşaqlarla bağlı sərt qanunlar qəbul edilir. Geylik, narkotik, sosial şəbəkələrdən istifadə halları ilə bağlı olduqca şəffaf, sərt və işlək mexanizmləri olan qanunlar qəbul edilib. Avropa xalqlarının 70-80 il öncə keçdiyi yolu indi mütərəqqi nümunə kimi cəmiyyətə təqdim etmək rəzalətdir. Orta məktəbdə oxuyanda mən də müəllimlərim, xüsusilə Allahverdi müəllim və Kamal müəllim tərəfindən dəfələrlə döyülmüşəm və hesab edirəm ki, nə yaxşı ki, belə olub. Allahverdi müəllimin bircə baxışı və yaxud bircə silləsi bəs edərdi ki, öz kimliyimizə qaydaq. Dəqiq əminəm ki, əgər o olmasaydı, hər cür zibilin içində olardıq. O olmasaydı ölkəmizə, vətənimizə xidmət etməyin nə demək olduğunu da anlaya bilməzdik. Mən əminəm ki, müəllimindən sillə görməyən heç bir oğlan uşağı heç vaxt səngərdə kişi kimi dura bilməyəcək. Bu, bir mənalı belədir. Müəllimləri, valideynləri bu qədər inci, qanadsız və ruhsuz duruma salmaq olmaz. Allahsız və böyüksüz cəmiyyət yetişdirməyimizin ağır fəsadlarını tezliklə yaşayacağıq.